Mərhələ-mərhələ bunu azaltmaq olar. Amma bunu azaltmaq üçün mütləq biz geri qayıtmalıyıq. Geri qayıtmalıyıq ki, biz baxmalıyıq ki, biz nədən imtahan götürürük, necə imtahan götürürük, hansı formada 11-ci uşaq 5-ci sinifdən imtahan verməlidirmi, buna məcburdurmu, niyə məcburdur, olmazmı bu, artıq bu fənni keçib, bu növbəti sinifə keçib, bu bilmirsə, bunu niyə növbəti sinifə keçirsiniz? Müəyyən qədər bunun balı formalaşsın və toplansın, 10-11-dən də imtahan versin, artıq 10-11-də imtahan verində rektorluğa çox ehtiyac olmayacaq, bunu olursa zaten məsələn tutalım, 400 balı 9-a qədər vermir məktəb. Yəni məktəbin də bir funksiyası aslında. Məsuliyyət, məktəb məsuliyyəti aslında. Məktəb artıq publik hüquqi şəxsə çevrilir. Artıq bir məktəbin də belə deyildə bir səlahiyyəti olsun. Bugün məktəbin demək ki, səlahiyyəti yoxdur. Yəni bugün direktorun səlahiyyəti, direktor adi süpürgəsini işə ötürə bilmir. Bugün direktor yox, onlara direktor deməyir, onlara deyək, təhsil meneceri deyək. Bu direktor olmaz ki, bugün direktorun da səlahiyyəti artsın, müəllimin də səlahiyyəti artsın. Biliyorsun, uşaq məktəbə bağlı olsun, bilsin ki, bax, riyaziyyat müəllimi mənə qiymət yazmasa, mən yaxşı oxumasam, mənim balım çıxmayacaq ortalığa.